Salam dostlar, hər birinizi xoş gördük. Keçən dərsimizdə biz determinasiya əmsalı haqqında danışdıq. Determinasiya əmsalı nə deməkdir? Onun haqqında məlumat verdik. Qısa olaraq bir məsələ haqqında sizlə danışmaq istəyirəm. Deməli, biz normalda, yəni ekonometrik ümumiyyətlə bizim hansı işimizə yarayır əlbəttə ki, biz daha çox, yəni iqtisadi datalar əsasında müəyyən bir, yəni proqnozlar vermək, gələcəklə bağlı müəyyən bir fikirlər bildirmək üçün ekonometrik alətlərdən istifadə edirik. Bunlardan da, yəni belə deyək də, ən bariz, ən göz qabağında olanlardan biri də, yəni bir deməli belə deyək də, yəni gəlir və xərc arasındakı bir əlaqəlilikdən söhbət gedir məsələn. Gəlir və xərc arasında. Deyək ki, məsələn, hər hansı bir şəxsdən söhbət gedirsə, yəni o şəxsindəki müəyyən bir, yəni gələk şəxslər toplusu ola bilər, bir neçə nəfər ola bilər. Ki, onların yəni gəlirləri, yəni income, belə deyək də, income gəlirlərini götürə bilərik və onların xərclərini götürə bilərik. Expenditure, okay, expenditure, qısa yazıram bunu, expenditure. Əlbəttə ki, yəni insanların gəlirləri artdıqca, yəni bunu daha çox food expenditure deyək, yəni deməli qida məhsulları üçün yəni xərclər, yəni xərclər artdıqca gəlirlər də gəlirlər artdıqca xərclər artır. Belə bir model, yəni danışa bilərik burada. Əlbəttə ki, biz burada bir xətti model qururuqsa, deyək ki, məsələn bu formada belə bir model qururuqsa, bu bizim proqnoz xəttimizdirsə, Y orta, Y cap. Və biz deyirik ki, burada bir dəyişiklik, yəni dəyişiklik deyərkən, yəni bunun bir slope olaraq, yəni belə deyək də, X, yəni income-ın, yəni expenditure, yəni gəlirlərin xərclərə bir təsiri, yəni bir beta əmsalından söhbət gedir burada. Yəni deyək ki, məsələn burada beta 1-dən söhbət gedir. Bir də beta 0 var, buradakı bir beta 0 koeffisiyenti var. Yəni biz modeli bu formada yəni təsəvvür eləyiksə, Y bərabərdir. Beta 0 üstə gəlsin, beta 1 vurulsun, X üstə gəlsin, error termindən danışırıqsa, burada beta 0 bizim interceptisi beta 1 koeffisiyent, yəni beta 1 koeffisiyent. Biz ən kiçik kvadrat üsulundan burada beta 0 OLS-i tapırıq, okey. Və beta 1 OLS qiymətlərini tapırıq, hər ikisini tapırıq. Və burada bu deməli qiymətlər vasitəsilə proqnoz verir. Bir də yəni xərcin gəlirə, yəni belə gəlirin xərcə olan dəyişikliyi, yəni bir elastiklik deyirik. Dedik ki, məsələn qida xərcləri nə qədər elastikdir? Biz iqtisadi ədəbiyyatlardan bildiyimiz üçün müəyyən məhsullar var, onların elastiklikləri var. Əgər elastiklik, yəni belə deyək də, 1-ə bərabər və kiçikdirsə, yəni 1-ə bərabər və kiçikdirsə, bu belə deyək də, elastikliyi zəif olan məhsullar adlanır. Məsələn, elastikliyi zəif olan şeylər adlanır. Bir də var ki, yəni elastiklik var, yəni belə deyək də, 1-ə bərabər və böyük. Bu nə adlanır? Luxury deyirik də, lüks məhsullar adlanır. Yəni lüks məhsullar adlanır. Məsələn, deyək ki, qida məhsulları olsun, ət, yemək olsun, həmçinin də deyək ki, məsələn, müəyyən belə deyək də, gündəlik tələbat malları olsun, hansı ki, onlar bizdə nə adlanır? Elastikliyi zəif olan məhsullardan. Çünki biz onlardan bir şəkildə onları almasaq, istifadə etməsək, onlardan asılı olmuş olacaq. Okay? Bir də var ki, məsələn, elə məhsullar var ki, məsələn, deyək ki, məsələn, restorana getmək, kinoya getmək və s. Əgər sizin gəlirləriniz azsa, əlbəttə ki, onları siz təxirə sala bilirsiniz və təxirə salırsınız da. Çünki gəlirlərin az olduğu təqdirdə onları siz nəzərə almırsınız. Çünki ilkin ümdə olanlar nələrdir? Sizin, belə deyək də, ümumilikdə qidaya tələbatınız, əsas o vacib olan xərclər, qida, deməli, transport və s. Bunları əsasən biz götürürük, kommunal xərclər və s. Ona görə, yəni, baxın, Y-in X-ə nəzərən bir dəyişikliyə, yəni dəyişikliyə bir elastikliyi necə ölçülür, necə hesablanır? Bu hesablanması, yəni belə deyək də, bu formada elastiklik bərabərdir, yəni bir xətt çəksə burada, belə deyək də, percentage, okay, percentage change, okay, bu formada deyək də, percentage change in Y, yəni Y-dəki dəyişiklik, bölünür nəyə? Percentage change, baxın, percentage change in X. Yəni bu dəyişiklik bu formada hesablanır. Və biz bunu biraz açmağa çalışsaq, əslində nədir burada? Yəni bizim o hesablanmamız üçün vacib nədir? Yəni Y-dəki dəyişiklik, okey,
bölünsün nəyə? X-dəki dəyişikliyə, yəni X-dəki dəyişiklik. Deməli, delta X bölünsün X bu formada dəyişiklik. Və bunu bir də açası olsa, yəni buradakı bölmələri hesablayıb açası olsa, nəticədə nə alınacaq? Delta Y bölünsün, özür istəyirəm, delta Y bölünsün Y, okey, bu formada. Üzr istəyirəm, delta Y bölünsün X, vurulsun bu formada. X bölünsün Y. Tamam, burada mən səhv elədim. X bölünsün Y, X bölünsün Y, okey. Bu hissə. Və biz belə deyək də, yəni income elasticity danışsaq burada, bunun haqqında danışsaq olsa, yəni beta koeffisiyentindən söhbət gəlsə, beta 1 koeffisiyentindən söhbət gəlsə, yəni bu yəni biz deyiriksə, yəni beta 0 interceptor beta 1 yəni slopdursa, slopun yəni koeffisiyentindən söhbət gəlsə, bu o deməkdir ki, yəni ortalama, yəni belə deyək də, ortalama Y-dəki bir dəyişiklik, yəni dəyişiklik bölünsün X-dəki dəyişikliyə. Bu formada belə bir funksiya. Yəni Y-dəki dəyişiklik, X-dəki dəyişiklik. Bu faiz göstəricisi kimi istifadə olunur. Əgər yuxarıdakı funksiyada, baxın, yuxarıdakı funksiyada, bu deməli, elastiklik funksiyasında bunu nəzərə alası olsaq, necə olacaq burada? Yəni, elastiklik bərabərdir. Yəni, deməli, delta Y, yəni belə deyək də, o özü nədir bizdə? Delta expected Y, okay, expected Y bölünsün, baxın, bölünsün, biraz belə çəkməyə çalışın, bölünsün expected Y-ə, yəni gözlənilən Y-ə, bu da bölünsün delta X bölünsün X-ə bu formada. Və əgər bunu açası olsaq, yəni bunu da biraz açası olsa bu formada, yəni gətirsək açası olsa, bizdə alınması hissə hansıdır bu formada belə deyək də, delta errordakı, deməli, error deyirəm, üzr istəyirəm, Y-dəki dəyişiklik, riyazi gözləməsindəki dəyişiklik delta, yəni X-ə. Bu da vurulur nəyə? Deməli, X bölünsün gözlənilən Y-ə. Gözlənilən Y-ə. Elədir ki, bu hissə bizdə nədir? Beta slope, yəni adlanır. Betanın dəyişikliyi adlanır. Biz bunu keçənlərdə bildik. Və burada bunu yerinə qoyası olsaq, nə olacaq? Elastiklik olacaq. Beta 1 vurulsun. X bölünsün. X bölünsün. Error üzr istəyirəm. Gözlənilən Y. Yəni, o qədər error demişəm. Məndə vərdiş kimi qalıb. Okey. Yəni, deyək ki, məsələn, evin qiymətinin, yəni evin kvadratının nə qədər elastikdir, yəni asılıdır, aslılıq nə qədərdir, yəni ona baxası olsa, bunu axtarası olsa, yəni bunu biz, yəni ev üstə bunu etməyə çalışırıq. Bizim home price, deməli, evin kvadratların qiymətləri vardı bizdə, deməli, belə bir datamız vardı, xatırlayırsınız. Yəni onu biz buradan import eləyək, deməli, bizim fayla, home prices, belə bir faylımız vardı, home prices, okey. Finish, no, okey, bu dataları vardı və biz ona baxmışdıq, yəni square feet və house price, buna baxsaq, yəni bu formada, bunu vizuallaşdırdıq keçən dəfə, yəni keçən dərslərimizdə, scatter plot, yəni belə bir dəyişikliklər, deməli, yanında bunun biraz graph elements, biraz bunu dəyişək, symbol only, line on simple, fill areas, color, okey. Okey. Biraz bunu böyüdə də bilərik. 3, apply, okey. Belə bir, yəni, dəyişikliyə baxsaq, bunların arasındakı əlaqəliyi biz ölçməyə çalışırıq. Təbii ki, bunu yaddaşa verə bilərik. Biz qrafik kimi, name, graf 1 kimi qalsın yaddaşda. Okey, bunu bağlayıram. Okey, bəz, yəni, bir regresiya modelini təzədən qurmağa çalışırıq. Estimated house prices. C, bir də square feet, okay, square feet bayaq deməli dərslərimizdə qurduğumuz modeldir və burada fikir versəniz bizim Y-in, yəni belə deyək də, deməli X-in Y-ə təsiri bu keçəndəki dərslərimizdə gördüyümüz ki, həmin modeldir. Burada R-square ortaya çıxdı, burada 58.8. Lakin xeyr, biz buna baxmırıq. Biz əsasən vacib olan şey nədir? Biz baxaq, yəni elastiklik necə hesablanır. Bunun üçün bir də biz house price-ı götürürük.
bunun deməli bunların hər ikisini götürə bilərik. Yəni bununla bunun ikisini də bir yerdə götürə bilərik. Sorry, belə bu və bunu götürə bilərik. Təzədən bunu qrup kimi aça bilərik və bunların statistik göstəricilərini tapa bilərik. Yəni bu formada, çünki bu bizə lazım olacaq. Biz burada rahat şəkildə deməli beta koeffisiyentini, yəni belə deyək də, elastikliyini hesablaya bilərik. Əlbəttə ki, buradakı göstərici olaraq biz nəyi götürə bilərik? Daha yaxşı olar. Beta 1 vurulsun x orta bölünsün y orta. Yəni daha belə deyək də, dəyişiklik bu daha yaxşı ifadə edir. Yəni belə deyək də. Bunu ifadə etsək və biz rahat şəkildə nəyi tapa bilərik? Elastikliyi tapa bilərik. Gəlin buradan, yəni bu həmin o elastikliyi hesablanmağa çalışaq. Demək, bizim belə deyək, y-in, yəni square fit, x-in ortası bəllidir, bu budur, yuxarıdakı. Y-in ortası bəllidir, budur. Və həmçində square fit də buradadır, yəni bəllidir, hesablayaq. Yəni onda beta, yəni daha doğrusu üzr istəyirəm, error, elastiklik bərabərdir. Beta koeffisiyent bizə nə qədərdir? 0,109 768 vurulsun nəyə? Deməli, x-in riyazi gözləməsi 1715 bölünsün 286.5. Bunu deməli kalkulator vasitəsilə etməyə çalışaq. Calculator. Okay, gəlin burada kalkulator vasitəsilə yerinə yetirməyə çalışaq. Deməli, 0,109.768 vurulsun, mötərizəni açırıq. 1715 bölünsün 286.5. Və aldığımız qiymət nədir? 0,65.7, yəni 71, yəni bunu belə götürə bilərik bu formada. Demək, aldığımız qiymət nədir bizdə? Yəni bu hissədə aldığımız qiymət, onda elastiklik bərabərdir. 0,65, yəni bunu biraz yuxarıda da yaza bilərəm. Elastiklik bərabərdir 0,65-70 bu formada. Yəni bu nə deməkdir əslində qalanda? Bu hansı ifadəni bizə verir? Yəni bunu bağlayaq, buradan bu lazım deyil bizə artıq. Bu nə ifadəni verir? Deməli, x-dəki 1% dəyişiklik, yəni evin kvadratında 1%lik dəyişiklik, 1% dəyişiklik, məsələn, plus minus 1% dəyişiklik olursa, evin qiymətində nə qədər təsir edir? Bunu 100-ə vursaq, belə verəcək bizə 60, üzr istəyirəm, 100-ə vurmuruq, yəni yerində qalır, mən səhv elədim. Deməli, nə qədər verir bizə? 0,65-7%, 65,7, yəni 1%-dən az da, yəni 0,1000-657% dəyişiklik verir. Yəni 1% evin kvadratı dəyişirsə, evin qiyməti ortalama nə qədər dəyişir? 0,657, belə deyək də, 0,1000-657% dəyişiklik edir. Yəni bu deməkdir ki, yəni düzdür, biz bunu evin qiymətlərində elədik. Əslində bu doğru deyil. Əslində evin deməli burada elastiklik daha çox, yəni income and expenditure bu formada daha çox ölçülür. Deməli evin qiymətlərinin evin kvadratda nisbətində nədir? Daha az elastikdir. Yəni elastik deyil. Yəni evin kvadratı daha çox təsir edir. Yəni buradan biz yəni evin kvadratına, evin qiyməti təsirini bu formada yəni ölçmüş oluruq. Elastikliyini bu formada ölçmüş oluruq. Belə. Biz indi slaydımıza qayıtsaq, yəni növbəti bizim yəni vacib olan məqamlardan biri bizim üçün deməli standart error of estimate, yəni belə deyək də bunun estimation, bizim o model yoxdur, yəni qiymətləndirilmiş model yoxdur. O qiymətləndirilmiş modelin standart erroru, standart error. Bunun üçün standart deviation tapılmalıdır əlbəttə ki. Baxın, fikir versəniz, burada vacib, yəni terminologiya kimi götürsək, burada vacib olan hissə nədir? Bu hissə nədir bizdə? Bu bizdə error sum of squares, yəni daha sonra residual sum of squares adlanır, düzdürmü bu hissə? Bölünür nəyə? N çıxılsın 8. N çıxılsın 8 nə deməkdir bizim üçün? N çıxılsın 8. N çıxılsın 8
Bu degree of freedom'dır. Biz həmişə yəni azadlıq dərəcəsini ən çıxısını 1 götürürük. Bir də koeffisienti götürməliyik burada. Mən bunu geriyə versək, koeffisient nədir? Koeffisient bizdə daha doğrusu kateqoriya, daha doğrusu bizdə izah edici dəyişən bizdə bir dənədir. Bir dənə götürürük və bir də azadlıq dərəcəsi götürürük. Bizdə məsələn 10 dənə data varsa, 10 çıxılsın 1 çıxılsın 1. Yəni 1 x dəyişəni bir də azadlıq dərəcəsini götürürük. Onda bu hissə bizdə nə olacaq? Bizim halımızda olacaq 8. Yəni residual sum of square bölünsün 8-ə. Bu da bunun kvadrat kökünü tapırıq. Okay? Gəl onun o hissəyə baxaq buradan. Yəni bizim deməli modeldən tapaq. Bu qiyməti biz necə əldə etdik? Buradakı bu qiyməti necə əldə etmişik? Ona baxaq. Deməli bu residual sum of square bizdə nə idi? Bu qiymətdir. Görürsüz? Bu qiyməti buna böləndə, yəni oradakı funksiyada nə idi? Kök altında residual sum of square bölünsün n çıxılsın 2. Bizim datamızın sayı nə qədərdir? Yəni 10 ədəddir. 10 çıxılsın 2 qalır 8. Yəni buna böləndə, əlbəttə ki, yəni belə deyək də, modeldə onsuz da bunu göstərir. Yəni siz bir fikir versəniz, yəni bunu buna bölüb bura yazıb artıq. Yəni minus square of residual, yəni MSR deyilir də, bu var MSE var, bir də MSR. MSE. Bu nəticəni əldə edir. Amma bizim o kök altında RSS bölünsün n çıxılsın 2 olduğu üçün kök altında olan ifadanı tapın. Yəni kökdən çıxartmaq lazım. Kökdən çıxaranda bu ifadanı biz əldə edirik. Əlbəttə ki, yəni istəsəniz, yəni kvadrat kökdən çıxıb bunu əldə edə bilərsiniz. Bunu əldə etdik. Bilirsiniz, yəni deyək ki, məsələn, xaricdə imtahan verəndə mənim deməli Avropadan da tələbələrim olur, hansı ki, Avropa universitetlərində oxuyurlar. Orada yəni əksəriyyəti görürsünüz, bu fənlə qarşılaşır, yəni ekonometriklə qarşılaşır. Orada da imtahan nəticələri olur. İmtahan nəticələrində, imtahan belə deyək də, keçirilərkən bəzən görürsünüz ki, məsələn, bu iki göstəricini verir, yəni bu ikisini verir. Deyir ki, bunu tap. Bununla bunu birləşdirir, deyir, bunu tap və s. Ona görə, yəni siz o halda nə etməlisiniz? Gərək həmin o deməli hesablamanı biləsiniz. Hesablamanı bilmək burada çox vacibdir. Yəni hesablayasınız, tapasınız. Bəzən belə suallar imtahanlarda düşə bilir. Okay. Tamam, biz belə bir göstərici əldə etdik. Deməli, standard error of regression. Əslində biz EVUS'da baxsaq, bu EVUS'da da eyni göstərici var, amma bunu bağlayıram. Bu bizə, bu qalsın. Baxın, standard error of regression. Baxın, burada görürsə 41.33. Yəni buradan biraz işarələsəm 41.33 görürsünüz. Burada da həmin göstərici var. 41.33. Və həmçinin burada da var. Deməli, gəlin belə eləyək. Burada da var, görürsünüz 41.33. Tamam, bu bizə nəyi bildirir? Bu nəyi ifadə edir? Bu nə mənaya gəlir? Tamam, bunu tapdıq. Bunu neynəyəcəyik biz? Burada vacib məqam ondan ibarətdir ki, siz burada baxmalısınız əsasən bu göstəriciyə. Baxın, bu göstəriciyə. Bunu biraz verim. Bu göstərici, house price, evin qiymətlərinin göstəricisine baxmalısınız. Əgər sizin deməli, evin qiymətlərinin göstəricisinin intervalı ən minimuma nə qədərdir bunun? Minimum qiymət 200 minə yaxındır. Maksimum isə 405 mindir. Görürsünüz, bu iki dənə göstərici. Yəni, belə formada götürəsi olsa, minimum budur, maksimum da budur. Görürsünüz, minimum, maksimum. Bu bir interval. Yəni, interval, yəni belə edək də, ən kiçik ev qiyməti 199 mindir. Okay, K. Ən böyüyün qiyməti isə 405K-dır. Okay, 405K-dır. Lakin buradakı ifadəyə baxsanız, bu 41K-dır. Əgər bu göstərici bu intervaldan kiçikdirsə, yəni, vacib olan odur ki, yəni kiçik olsun. Kiçikdirsə, onda bizim modelimiz əhəmiyyətlidir. Yəni, bizim qurduğumuz model əhəmiyyətlidir. Baxın, biz əhəmiyyətliyə baxarkən nələrə baxırıq? Baxın, burada nələrə baxdıq biz? Biz baxdıq, R-square-ə baxdıq. Okay. Biz baxırıq artıq standard error of regression buna baxırıq. İki göstəricini artıq biz bilirik ki, bu model əhəmiyyətlidir, yoxsa əhəmiyyətlidir. Və həmçində empirik olaraq da baxdıq, başa düşdük ki, yəni bu 98.248 əhəmiyyətli deyil. Birazdan ona da baxacaq ki, niyə əhəmiyyətli deyil, onu da izahını verəcək. Yəni, növbəti dərslərimizdə, indi bilməm, bu dərsimizdə biz çatdıra biləcəkmi, yoxsa növbəti dərsdə bunu izah etməliyik. Yox, bu dərsdə çatdırmayacaq, artıq bir 20 dəqiqəyə yaxındır ki, mən danışıram. Yox, növbəti dərsdə izah edəcək. Və burada, yəni, gördüyünüz kimi, yəni, bu modeldə, yəni, bunun əhəmiyyəti, yəni, ondan ibarət. Yəni, əlbəttə ki, yəni, standard error of regression nə qədər kiçikdirsə, data onun riyazi gözləməsinin
daha sonra belə deyək də, fit line-ın ətrafında daha sıx paylanır. Bu deməkdir ki, x, y-i daha yaxşı izah edir. Tamamdır. Lakin əgər standard error regression nə qədər böyükdürsə, yəni bu daha geniş paylanıb, onun deməli fit line ətrafında, yəni proqnoz xətti ətrafında x, y nədir? Zəif izah edir. Yəni o qədər də belə deyək də, tutarlı izah yoxdur ortada. Yəni bunu əgər biz bu formada desək. Okay? Belə. Demək, bugünkü dərsimizdə mən sizə bir deməli elastiklik əmsalı haqqında danışdım. İkinci standart error haqqında danışdım. Standart error çox vacibdir. Əlbəttə ki, yəni bizim xətti reqressiya modelimizin modeli ilə bağlı dərsimiz yəni uzanır. Yəni artıq yəni bu sayca artıq 9-cu dərsdə səhv etmirəmsə, get-gedə də böyüyür, dərslər çoxalır. Lakin burada yəni tam olaraq yəni ardıcıl izah etmək burada çox vacibdir. Yəni bundan sonraki dərslərimizdə biz Gauss-Markov şərtində də onlardan izah edəcəyik falan. Bu formada gələcəyik. Bir-bir bunların izahını verəcək. Bunların izahını vermək çox vacibdir. Çünki əslində qalanda tamam modeli əldə etdik də, modelin əldə edilməsi ilə bağlı hər şey bitirmir. Xeyr, siz modeli bir də doğrulamalısınız. Yəni o türklərin bir sözü var, denetləmə. Yəni doğrulamalısınız ki, həqiqətən doğrudur bu model, bu istifadəyə yararlı modeldə yoxsa yox. Yoxsa yəni götürdük bir klikə bir model aldıq, yox, xeyr, elə deyil. Yəni biz modeli zaman-zaman dəqiqləşdiririk ki, tamam, bu hissə vacibdir, bu hissə vacibdir, bu hissə. Hər birini uyğunlaşdırandan sonra tamam deyir ki, tamam, bu model artıq hazırdır, bu modeli götürüb istifadə edə bilərik. Belə, izlədiyiniz üçün sizə təşəkkür edirəm dostlar. İnşallah ki, növbəti dərslərdə görüşərik. Sizə xoş mütaliələr. Ekonometrika ilə qalın. Bu özü data science-dır. Nə qədər də adı ekonometrika olsa da, yəni data science-la birə-bir eynidir demək olar ki, əksərən burada biliklərinizi inkişaf etdirməklə data science-da da uğurlu ola bilərsiniz. Əsas məsələ, yenə dediyim kimi, vacib olan hissə nədir? Siz modeli necə interpretasiya edə bilirsiniz? Model haqqında, modelin nəticəsi əldə etdiniz. Onu necə, onun hekayəsini necə danışacaqsınız? Bizim əsas məqsədimiz burada modelin hekayəsinin danışılmasıdır. Datanın hekayəsinin danışılmasıdır. Biz datanın hekayəsini danışırıq. Belə, inşallah növbəti dərsdə görüşərik. Hər birinizə təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun.